Bugün iki Çin əjdahası çəkirik. Onun birini yaxşı tanıyırsınız. Digərini isə sizə alternativ kimi təklif etmək istəyirəm. Çünki mən elə o digər dediyimi daha çox sevmişəm. Qarşınızda Chang'an Qiuyan A07 Flagship Plus, yəni ən full komplektasiya və Dipal 285 IDS SY modeli müqayisəyə gəlib. Mən Marat Namazov, start-stop verilişinin start düyməsini sıxıram. Dipal S7'nin at gücü 238, Qiuyan Q07'də isə 237'dir. Mühərrikin fırlanma anı 320 Nm Dipalda, Qiuyan'da isə 455 Nm-dir. Dipal S7'nin bagaj həcmi 455 litr, Qiuyan Q07'də isə 763 litrdir. Dipalın uzunluğu 4750 mm, eni 1950 mm, hündürlüyü 1625 mm-dir. Q07'də isə uzunluq 4837 mm, en 1920 mm, hündürlüyü isə 1690 mm-dir. Dipal S7'nin yanacaq sərfiyyatı qarışıq rejimdə 4,9 litrdir. Qiuyan Q07'də isə eynən 4,9 litr. Hər iki avtomobili bizə Auto Family avtomobil salonu təqdim eləyib. Bu avtomobillərdən onlarda çoxdur. Yaxınlaşıb ən full komplektasiya, gördüyünüz kimi ən full komplektasiyalardır. Yaxınlaşıb əldə edə bilərsiniz. Əgər xüsusi sifariş istəyirsinizsə, bunu da yerinə yetirirlər. İstənilən komplektasiyada sizin üçün Çin avtomobillərini gətirə bilirlər. Özü də nə az nə çox 30-55 gün ərzində. Auto Family, təşəkkürlər. Qiuyan Q07'nin belə bir çay daşına bənzər maraqlı qəşəng bir açarı var. Bir də belə bir kart var. Onu da indi istifadə edəcək. Onu da göstərəcəm sizə. Nə üçündür? Bu avtomobil əslində Dipal'la müqayisə edilə də bilər, edilməyə də bilər. Məsələ nədir? D-Class avtomobildir. Yəni orta ölçülü SUV, şəhər crossoveridir. Dipal isə həm C-dir, həm də müəyyən formada D-yə də cavab verir, C-Class-a da cavab verir. Verilişin əvvəlində ölçülərini sizə göstərmişik, görəcəksiniz, çox az ölçü fərqləri var. Amma niyə Dipal-la müqayisə edirəm bu avtomobili? Çünki bir sual verim tamaşaçılara. Hər kəsə eyni qiymətdə, yəni aşağı-yuxarı qiymətlər eynidir, görəcəksiniz qiymətləri də. Hər kəsə lazımdırmı orta ölçülü crossover? Məncə yox. Eyni qiymətə Dipal da var, buna da baxmalısınız mütləq. Ona görə də bu iki avtomobili müqayisəyə çıxartmışıq. Buradakı faralar Smart Technology faralardır. Fara deyil əslində, gündüz fənərləridir. Əsas faraları isə Full LED, yaxın və uzaq vuran işıqları isə bura yerləşdiriblər. Bu avtomobildə proyeksiya sistemi var, yəni siz istirahətə gedərkən, piknik edərkən, yəni full versiya olduğuna görə proyeksiyanı buradan açılır, aktiv olur bu hissədən və rahatlıqla oturub film izləyə bilirsiniz. Yəni əgər sizdə Flagship Plus modeli varsa, sizə səyahət vaxtı hər hansısa bir proyektora ehtiyac yoxdur filmlərə baxmaq üçün. Yəni, bu funksiya belə var. Bax, bu metalik işləmə bu rəngə həqiqətən də çox gözəllik qatır. Əslində plasmasdır, amma metalik rəngdədir, gözəldir. 360 dərəcə kamera və görürsünüz, kameranın bir hissəsi də burada. Qapılar kifayət qədər ağır və çərçivəsizdir. Bu da xüsusi gözəllik verir bu avtomobilə. Və ən gözəl tərəflərindən biri isə odur ki,
avtomobili açanda bax bu şəkildə qabağa gəlir və rahatlıqla açırsınız. Yəqin ki, yadınızdadır, mən Dongfeng Yipay 007 haqqında danışanda o qapının açılması üçün çox əziyyət çəkirdim. Bunda isə çox rahat, hətta pult üzərinizdədirsə, yaxınlaşanda qapı avtomatik açılır, uzaqlaşanda isə avtomatik olaraq bağlanır. Yəni pultdan demək olar ki, istifadə etmirsiniz. Təkər ölçülərimiz 20-likdir, çünki full komplektasiyadır, amma flagship və yəni Honor modellərində disk ölçüləri daha kiçik olur. Bu isə ən full salon olduğuna görə, komplektasiya olduğuna görə 20-lik disklərdir üzərində. Bagaj 3 şəkildə açılır. Monitordan açılır, pult vasitəsilə açılır və buradan düymə vasitəsilə açılır və tam elektrikdir bagajın açılması. Yəni siz o ənənəvi avtomobillərdəki kimi ştanga qaldırmırsınız. Burada demək olar ki, təkərin doldurulması ilə bağlı olan bütün avadanlıqlar var. Kompresor var hətta. Bunu çox sevdim. Avtomobil yeni olduğuna görə ümumiyyətlə istifadə olunmayıb bu avtomobil. Demək olar ki, ilk mən test edəcəm. Kompresor var burada və təkəri açmaq üçün istənilən avadanlığı buradan əldə edə bilirsiniz. Komplektasiyaya daxildir. Burada 220 volt var. AC giriş. Yəni avtomobil plug-in hibrid olduğu üçün istənilən elektrik avadanlığınızı buradan şarj edə bilərsiniz. Yəni bu giriş həqiqətən də möhtəşəm bir şeydir. Hər avtomobildə də yoxdur. Və burada 12 voltluq çıxışımız var. Əşyalarınızı asmaq üçün yerlər var. Və salam. Və elektron da bağlanmadır. Burada da balaca bir kamera var. Əla. Arxa deməli işıqlar, görüntü işıqları və duman fənərləri, bir də işıq qaytarıcılarımız var. Və salam. Egzoz çıxışlarını isə ümumiyyətlə gizlədiblər. Heç bir egzoz çıxışını buradan görə bilmirsiniz. Belə bu şəkildə gizlədilib. Əslində plug-in hibridlərdə dizayna xas olan bir məsələdir. Stop işıqlarını isə həqiqətən də çox bəyənirəm. Çox gözəldir. Tam olaraq kuzovu qucaqlayır. Məncə keçək interyerə. Gözəl interyeri var bu avtomobilin. Verilişin əvvəlində bildirmişdim ki, belə bir kart da var və istəyirəm bu kartla qapını açım. Vəssalam. Toxundurdum və qapı açıldı. 207-nin salonundayam və İstədiyim ölçüdə qapını açanda və bağlayanda bu şəkildə oturacaqlar tənzimlənir. Yəni, yaddaş paketinə uyğun olaraq. Bunun əlavə isə qapı dəstəkləri düymə iləndir. Yəni, öyrəşdiyimiz ənənəvi formada deyil. Vurduz və salam və çıxdınız. Rahat şəkildə. Gözəllik. Burada mərkəzi qapanma var və pəncərələrin endirilib qaldırılması var. Başqa bu avtomobilin salonunda, yəni öndə bir dənə də olsa düymə yoxdur. Nə varsa hər şey monitorun içindədir. Və oturacaqların tənzimlənməsi təbii ki, burada var. İndi sizə danışıram nədən. Verilişimizin adı Start Stop'da, amma avtomobilin Start Stop düyməsi belə yoxdur. Daxil oldunuz avtomobilə, pult üzərinizdədir, salondadır, okey. Əyləc və D. Vəssalam. Avtomobil işə düşdü. Bitdi. Çox rahatdır, maksimum rahatdır bu avtomobil. Monitor isə avtomatik olaraq sürücüyə tərəf yönəlir, amma monitorun istiqamətini idarə edə bilərsiniz. Deməli, mən indi monitorun istiqamətini kameraya tərəf eləyəcəm ki, siz rahatlıqla görəsiniz. Aha, əla. Məncə kameralarımıza düşürməyən bir formada. O zaman gələk əvvələ. Əvvəldə indi mən nələri anlayacamsa Çin dilində, daha doğrusu o ikonlarla nəyi anlayacamsa onu da sizə izah edə biləcəm. Burada deməli, bu hissədə deməli 3 rejim var. AI rejim, yəni süni intellektlə avtomobil özü qərar verir ki, hibridlə
idarə eləyəcəksən avtomobili, yoxsa daxili yanma mühərriki ilə, yəni o rejimi özü təyin edir. İkinci tam elektromobildir. Üçüncü isə daxili yanma. Yəni tam elektromobil dediyim, yəni hibrid versiyadır. Və bu şəkildə rejimləri dəyişirsiniz. Arxa bagaj bu düymədən açılır. Bu uşaq rejimi, yəni arxa qapılar içəridən bağlanır. Deməli, havanın ventilyasiya sistemidir, yəni çöldən gələn havanın. Oturacaqların deməli, ventilyasiyası və isidilməsi, soyudulmasıdır. Kondisioner sistemini buradan idarə edə bilirsiniz. Deməli, sağ-sol oturacaqların hər ikisində ayrı-ayrılıqda burada yəni ventilyasiya və isidilməsi var. Burada nədir? Burada menyuda 360 dərəcə kamera var burada. Yəni bu burada 540 deyil, 360-dır. Nəzərinizə çatdırım. Yəni istənilən istiqamətdə də artıq bilirsiniz. Bu şəkildə idarə edə bilirsiniz. Daha sonra burada video registrator rolunu oynayır. Daim, yəni bu avtomobili aldığınızda video registrator ehtiyac yoxdur. Burada kamerada var və daxilində, yaddaşında da sürülən bütün göstəriciləri saxlayır. Siz onu sonradan flaşkaya və ya başqa yaddaş kartlarına köçürə bilərsiniz. Daha sonra avtomobilin belə bir özünün bir fotosu var, belə deyək, animasiyası var. Buradan necə istifadə edirsiniz? Məsələn, pəncərəni idarə etmək olar buradan. Məsələn, bu şəkildə əlinizlə pəncərəni idarə edə bilirsiniz. Bazı qaldırdınız istənilən istiqamətə. Vəssalam, mənə indi arxa pəncərəni indirmək lazımdır. Arxa pəncərə inir istədiyim formada. Yəni bildiyiniz, belə deyim də 4 il, 5 il bundan öncə ağlımıza belə gəlməyən funksiyaları artıq Çin yerləşdirib avtomobillərə və əsas sürüş rejimləri buradadır. Burada hətta sükanın da rejimləri var. Sport, komfort, standart, əyləcin rejimləri var burada və sürüş rejimlərini dəyişə bilirsiniz bu şəkildə. Və Çin dilində olduğu üçün çox əziyyət çəkirəm bunu göstərməyə, amma siz bunu ingilis dilinə də proqram yazılaraq istifadə edə bilərsiniz. Burada yanacaqla göstərmir hal-hazırda. 19 kilometr, 18% də batareykamız var və sürüş rejimini göstərir, hal-hazırda P-dədir. Burada sürüş məsafəsini və multimedia məsələsi bunlarda bir balaca çətinlik yaranır. Niyə Apple CarPlay olmadığına görə. Yəni bu proqramı da sonradan yazdırmalısınız bu avtomobilə. İndi isə mən monitoru geri qaytarmaq istəyirəm. Burada isə monitorun işığını endirib qaldıra bilərsiniz. Ümumi səs sistemini idarə edə bilərsiniz. Deməli, yanacaq çəninin qapağını açırsınız. Sağ-sol güzgülərin idarə edilməsi, arxa bagajın açılması, pəncərələrin kilidlənməsi, uşaq rejimi, hətta alın şüşəsinin silinməsinin rejimləri də burada var. Avtomatik qoşa bilərsiniz və ya manual. Bu qədər. Monitoru buradan da söndürmək olur. İndi mən monitoru çevirirəm öz tərəfimə. Vəssalam. Bir şeyi bəyənmədim bu avtomobildə. O da hava reflektorlarının dəxilsiz istiqamətdə olmasıdır. Əgər bu avtomobili sürən varsa bildirərdi. Mən bir çox sürücülərdən də bunu soruşmuşam. Onlar da bunun şikayətini eləyiblər ki, reflektor əməlli başlı istəmədiyimiz istiqamətlərə vurur. Məsələn, qola vurur və yaxud da rahat idarə etmək olmur. Çünki reflektor uyğun olmayan bir yerdə yerləşdirilib. Ümumiyyətlə, bu avtomobildə bir neçə uyğun olmayan konfigurasiyalar var, yerləşdirilmələr var. Burada telefonlarınızı simsiz şarj edə bilərsiniz. Stakan qablarımız var. Çox genişdir. Nənəmin sandığı bu dəfə kifayət qədər genişdir. Burada standart cib var və əsas məsələlərdən biri Flagship Plus-ın Flagship-dən əsas fərqlərindən biri. Bax, bu sərnişin oturacağının önündəki monitordur. Onu da buradan idarə edə bilirik. Bu şəkildə yanınızdakı sərnişin səyahət edəndə multimediyadan istədiyi şeylərə baxa bilər. Hətta səhv etmirəmsə oyun da var burada.
Aha. Burada isə olmazsa olmaz güzgü. Əsas da xanımlar üçün və avtomatik olaraq buradan bağlayıram geri və salam. Yəni flagshiplərdə və Honorlarda bu yoxdur. Bu yalnız və yalnız flagship Plus modellərində var və bundan əlavə Lükün da pərdəsini burada bir düymə ilə idarə edə bilirsiniz monitordan. Tam panoramik damdır. Dəri isə çox yumuşaq və çox keyfiyyətlidir. Yəni Eko dərinin ən keyfiyyətli versiyasıdır demək olar. İndi isə yoxlayaq Q07-nin salonunun səsini. Keyfiyyətlidir. Yəni çalışıram və səs çıxarda bilmirəm buradan. Əladır. Əladır və çox dərin head-up displeyi var buradan və head-up displeydə də nəyi görmək istəyirsən, nəyi görmək istəmirsən, hər birini buradan idarə edə bilirsən. Ayaqlarımızı tənzimləyirik, oturacağımızı tənzimləyirik və baxaq görək arxa oturacaqda nə qədər rahatdır. Arxa salonda bu avtomobildə səyahət etmək. Aha, mənim üçün bu ölçü tam rahatdır. İndi isə keçirik arxa salona. Arxa salon çox rahat və çox genişdir. Üstəlik panoramik dam. Arxa salonda bütün sərnişinlərin zövqlə səyahət etməsinə hesablanıb. Burada qarşımda bir düymə görürəm və bu düymədən belə bir şey açılır və mən özümü elə ən lüks avtomobildə olan sərnişin kimi hiss edirəm. Amma istənilən avtomobil markasında, yəni lüks avtomobillərdə bax bu heç vaxt sürücünün arxasında olmur ki, sürücü istədiyi formada tənzimləsin oturacağı. Bu hər zaman olur ön sərnişinin arxasındakı oturacaqda, bax burada. Niyə Çinlilər bunu bura qoyublar? Ağlıma yalnız bir şey gəldi. Çinlilər ağıllı millətdilər və onlar düşünürlər ki, avtomobildə ən təhlükəsiz yer sürücünün arxasıdır. Çünki sürücü hər zaman özünü qoruyur təhlükədən. Ona görə də düşünürəm ki, bunun burada olmasında da bir hikmət var. Range Rover'də olduğu kimi, bax burada da düymələr çoxdur. Əsas məsələ nədir? Deməli, oturacağın istiqamətlənməsi bu şəkildə, oturacağı rahat şəkildə istiqamətləndirə bilirsiniz, idarə edə bilirsiniz. Lükü da belə idarə etmək olur bu düymələrlə. Bu şəkildə. Və təbii ki, pəncərənin enib qalxmasını da. Bunu açmaq istəyirdim. Gördüm heç bir formada alınmır. Rejissorumuz işarə elədi ki, yanında ip var. Bax, bəlkə budur. Qəşəng, rahat, əsl, çox uşaqlı, geniş, ailə avtomobilidir bu avtomobil. Gedək. Avtomobili təqdim etməmişdən öncə istəyərdim ki, belə bir gözəlliyi sizə təqdim edeyim. Dipalın açarıdır və tam full komplektasiyada Автофamily salonu bizə təqdim edib, yaxınlaşıb bu avtomobili onlardan əldə edə bilərsiniz. Avtomobil Lamborghini Urus dizaynında hazırlanıb və burada 3 şirkət iştirak edib məhz bu avtomobili Avropa bazarına çıxarmaq üçün hazırlayıblar. Məsələ nədən ibarətdir? Burada çox məşhur, amma adını unutduğum bir batareya istehsalçısı var Çində. Avtomobilin bütün multimedia sistemini və proqramlaşdırılmasını Huawei şirkəti öz üzərinə götürüb və avtomobilin özünü isə istehsal edib Changan. Və belə bir gözəllik yaradıblar. Həqiqətən də çox gözəldir. Bunun gündüz fənərlərinin dizaynı, bu hissə, bax bu hissə çox gözəldir. Hətta mən deyərdim ki, bu
Logosu da gözəldir. Açarı da həmən dizaynda hazırlayıblar. Demək olar çox oxşar dizayndır. Belə baxanda tam oxşar dizayn yaranır. Və plug-in hibriddir. 285 kilometr tam şarjla sürə bilərsiniz. 215 kilometr isə Q-yan Q07-də idi. Və radarlar və kameralarla doludur avtomobilin önü. Bu gündüz fənərləri, amma burada isə uzaq və yaxın vuran ağıllı Matrix faralardır, LED faralardır. Və avtomobilin hər yeri kameralardır. İstər bu hissədə, istər burada, istər burada. Yəni balaca bir hissədə artıq 3 ədəd kameramız var. Bunda da eyni qaydada qapı dəstəkləri avtomatik olaraq çölə açılır və bu da sürücünün rahatlığını təmin eləyir. Qapı da kifayət qədər ağırdır və tam olaraq çərçivəsizdir. Burada güzgülərin isidilmə funksiyasını da görürəm. Loqo olaraq göstərir. Və keçirəm avtomobilin arxasına. Eyni burada olan bu stop faraların tamam başqa bir forması öndə gündüz fənərləri olaraq dizayn edilib. Rejissorumuzdan xahiş edərik, bu hissə ilə ön faraların əgər detal varsa, yaxın göstərər. Faraların dizaynı çox gözəldir. Ön fara və arxa stopun dizaynı oxşardır. Və avtomobilin bütün kuzovunu qucaqlayan stop LED fənərlər, gözəl bir logo, kamera və burada da egzoz çıxışları görsənmir. Tam olaraq bağlanıb bu şəkildə. İşıq qaytarıcılarımız var burada. Bir dənə burada stop fənəri var. Vəssalam. Bagaj eynən Q-yanda dediyim kimi həm monitordan açılır, həm pultla, həm də düymə ilə. Amma burada avtomobilin sport görünüşünü tamamlayan və belə bir stop fənəri var və spoiler var. Bəli, buradakı stop fənəri deyil, buradakı duman fənəridir. Bu isə stop fənəridir. Və bagajı açaq görək bizi nə gözləyir. Təbiidir ki, ölçülərinə görə arxa bagaj Q07-dən kiçikdir. Amma komplektasiya eynidir. Burada da kompresor var. Qəza üçbucağı var. Ehtiyat təkər isə yoxdur. Amma burada mən axtarıram hansı ki siz 220 volt. Yox, burada avadanlıqlarınızı şarja qoymaq üçün giriş portu yoxdur. Və elektron bagaj. Vəssalam. Keçək avtomobilin interyerinə. Görək orada nələr var. Dipalın salonunda artıq qapını bağlamaq üçün olan düymə Q-yandakı kimi burada deyil. Balaca bir düymə var. Bağlandı. Oturacaqlar tənzimləndi. Düymə ilə də qapı açıldı. Yenidən düşmək üçün oturacaqlar arxaya getdi ki, bu da tam olaraq sürücünün rahatlığına hesablanıb. Oturacaqlar hər biri tənzimlənəndir, yəni elektron tənzimlənmədir. Bütün hissələr və oturacaqların... Mən getdim yatmağa. Yəni, avtomobildən daha artıq avtomobildir. Yəni, çox rahat, çox gözəl, çox zövqlü, çox komfortlu. Vəssalam. Bundan əlavə oturacaqların şişirdilməsi də var və bu funksiya burada da var. Yəni bu hissəni görürsünüz. Eyni bu funksiya yan sərnişin üçün də nəzərdə tutulub. Və sükan və salon rəngi hər ikisində kifayət qədər gözəldir. Və logo işləməsi sükanın da üzərində var. Və bu şəkildə burada rahatlıqla
bənzətmək mümkündür. Dizaynı çox gözəldir bu avtomobilin. Dizayna çox xüsusi fikir verilib bu avtomobildə. Simsiz şarj var, telefonlarınızı şarj edə bilərsiniz. 2 stakan qabımız, çox geniş bir bagajımız və bunda da Kyuyanda olduğu kimi qapıların açılması kartla mümkündür. Kartda burada yerləşdiriblər. Eyni qaydada hava reflektorları mənə görə yenə də uyğunsuz yerdədir. Burada heç gözləmirdim bunu. Yəni bu şəkildə havanın sürücünün üzərinə vurması bu bir müddətdən sonra düşünürəm ki, məsələn məndə bir sümük ağrısı verərdi. Yaxşı bir mənfi, daha doğrusu soyuq temperatur olsaydı mənə bir ağrı verərdi, sümük ağrısı verərdi. Yəni çox uyğunsuz bir yerdə yerləşdirilib mənə görə bu. Bagaj düymə ilə açılır, əl bagajı. Vəssalam. Başqa avtomobildə düymə yoxdur. Multisükandır. Demək olar ki, cruise kontrol, klimat kontrol, zolağa nəzarət, park və hər bir şey daim istifadə etdiyiniz bütün funksiyaları sükandan idarə edə bilərsiniz. Head-up displeyi var. Dipalın özünə məxsus səs sistemi var, ideal səs sistemi var bu avtomobilin və tam panoramik dam. Lük açılmır heç birində. Nə o birisi, nə Q07-də, nə də bu avtomobildə açılmır. Gələk indi monitora. Mən verilişimizin vaxtı çox getməsin deyə bir kəlmə ilə deyə bilərəm ki, Kyuyan Q07-də nə funksiyalar varsa maksimum komplektasiya ilə Dipalda var. Tam full komplektasiyadır və 285 kilometr full şarjla siz avtomobili idarə edə bilərsiniz. Menü dilləri tam olaraq demək olar ki, eynidir. Sadəcə olaraq dizayn, yəni fərqli ola bilər. İstər havalandırma sistemi, istər sürüş rejimləri, hər bir şey demək olar ki, 07 ilə eynidir. Deməli, bunlarda da eyni full komplektasiya olduğu üçün sərnişin üçün monitor var və monitoru vuran kimi oturacaq. Tam olaraq monitora uyğun formada, görürsünüz yəqin ki, hərəkəti. Tam olaraq monitora uyğun formada tənzimlənir və bu şəkildə sərnişin uzanır, ayaqlarını da uzadır və rahatlıqla istər film seyr edir, ürəyi nə istəyir onu da seyr eləyə bilir və bir düymə ilə də geri qaytaranda avtomatik olaraq monitor qatlanır və oturacaq, yenidən əvvəlki rejimə qayıdır. Belə bir gözəllik var bu avtomobildə. Və istər pəncərələrin qaldırılması, endirilməsi, istər digər funksiyalar, istər lük, hər şey bax bu monitordan idarə olunur. Yenə də deyirəm, Kyuyan Q07-də nə funksiya varsa, maksimum komplektasiya ilə bu avtomobildə də var. Ona görə verilişin vaxtı məhdud olduğu üçün uzatmaq istəmirəm bu mövzunu. Və keçək arxa salona görə. Arxa salonda bizi nə gözləyir? Ayaqlarım tam olaraq istədiyim formada, istədiyim ölçüdə artıq var. Oturacaqlar tənzimlənir. Keçək arxa salona. Dipalın arxa salonu təbiidir ki, Q07-nin salonundan daha kiçikdir. Amma nəyə lazımdır? Mənim üçün şəxsən o boyda salon. Çox uşaqlı, böyük ailəsi olan insanlar üçün, bəli, daima səyahət edən insan üçün o. Amma belə deyim də, mənim kimi daim avtomobilində tək səyahət edən və ya maksimum 2 nəfərlə səyahət edən insanlar üçün isə Dipal idealdır. Yəni ölçü baxımından nəzərdə tuturam. Dizayn olaraq da təbii ki, göz önündədir hər ikisinin dizaynı. Amma qapıda düymələr azdır deyə o demək deyil ki, Kyuyanda olanlar bu avtomobildə yoxdur, daha artığı var. Sadəcə olaraq bu yerləşdirilib orta paneldə. Burada deməli sərnişinlər lükü idarə edə bilirlər. Bu şəkildə kondisioneri idarə edə bilirlər və oturacağın isidilməsi və ventilyasiyasını idarə edə bilirlər və burada da rahatlıqla hava reflektoru var və burada bir Type-C giriş var. Vəssalam. Digər bütün Çin avtomobillərində olduğu kimi orta paneli olmadığı üçün rahatlıqla 3 nəfər burada səyahət edə bilər. Burada da orta panel
açılır iplə. Ah, bəh. Çox gözəldir. Çox qəşəngdir. Kim alacaqsa sağlığına qismət. Mən bu avtomobili çox bəyəndim. Görək bunların texniki göstəriciləri nədir? Bax, əsas məsələ. Keçək, bəs usta nə deyir rubrikasına? İndi isə gəldi bu avtomobillərin texniki tərəflərinə. Hər iki avtomobil 1.5 turbo mühərriklə təchiz edilib. Birinci ağlınıza gələn nə olacaq? 95 yanacaqla işləməməlidir. Minimum 92 yanacaqla istifadə edə bilərsiniz. Niyə? Çünki Atkinson dövrü mühərriklərdir hər ikisi. Bəli, sıxılma 16.1 olsa da, amma Atkinson mühərrik olduğu üçün sizə tam olaraq 92 yanacaqla işləyən mühərrik istehsal edib Changan istehsalçısı. Ona görə də narahat olmayın. Maksimum 95-dən nə vaxt istifadə edə bilərsiniz? Belə deyim, yoxuşlara qalxanda, isti havalarda, avtomobildə yük olduqda, bəli, rahatlıqla 95 istifadə edə bilərsiniz. Amma belə gündəlik sürüşlərdə 92 yanacağından tam istifadə edə bilərsiniz. Hər iki avtomobilin mühərrik yağ tələbi 0.16 İlsak CF6A və ya 6B-dir. Bu mühərrikləri birləşdirən təkcə 1.5 turbo mühərrik olması deyil, hər iki mühərrik zəncirlə təchiz edilib. Bu da o deməkdir ki, siz keyfiyyətsiz mühərrik yağı istifadə etsəniz, zəncir uzanacaq və bu mühərrikin dağılmasına qədər gətirib çıxardacaq. Bundan başqa, mühərriki araşdırdıqda başqa heç bir risk faktoru aşkarlamadım. Ümumiyyətlə, turbo mühərrikdir, zəncirlə təchiz edilib, bunlar tam olaraq yağa həssas mühərriklərdir. İndi isə gələk sürətlər qutusuna. Bax, burada Kərəmi ağlamaq tuta bilər. Niyə? Ona görə ki, deməli, Kyuyanda Q07-də SCVT sürətlər qutusudur. Burada bir problem görmürəm əslində, amma Dipalda isə sürətlər qutusu yerinə reduktordur. Burada da bir problem yoxdur. Sadəcə olaraq bu iki avtomobili ayıran məsələ budur. Yəni, sürətlər qutusu bu qədər fərqlidir. Reduktor, yəni bir ön və arxa, başqa bir ötürücülük yoxdur. SCVT-də isə yəni, müəyyən pillələr var və hər iki avtomobildə vaxtında sürətlər qutusu yağını dəyişdikdə belə bir problem yaşadığını görmədim heç bir sürücünün. Açığını desəm, yəni mənim araşdırdığım forumlarda mən burada daha çox Rusiya bazarında olan sürücülərin fikirlərini alıram. Çünki orada bu avtomobillər çoxdan sürülür. Askı sistemi hər ikisi ön MacPherson, arxa isə Multilinkdir. Bu da avtomobilin sürüş, yəni yol tutumunu tam olaraq təmin edir. Və salam, bu qədər. Mühərrik haqqında qısa məlumat verdim, sürətlər qutusu haqqında məlumat verdim və askı sistemi haqqında məlumat verdim. Çalışın, yüksək keyfiyyətli yanacaqdan və yüksək keyfiyyətli mühərrik və transmissiya reduktor yağından istifadə edəsiniz ki, bu avtomobilləri uzun ömürlü olsun və ustalarda çox qalmayasınız. Təşəkkürlər. Hal-hazırda Kyuyan Q07-nin salonundayıq və başlayırıq sürüşümüzə. Biz test edəcəyik. Qapı dəstəkləri bağlandı avtomatik olaraq. Biz test edəcəyik nəyi? Yerindən sürətlənməni, təcili əyləci və dairəni. Onu deyim ki, head-up displeydə informasiyalar çoxdur. Hətta yolda olan, zolaq üzərində olan avtomobilləri də göstərir mənə. Sürəti göstərir. Və head-up displeydə görmək istədiyiniz detalları monitordan idarə edə bilirsiniz. Sükan komfort rejimindədir və ona görə də çox yumuşaq və çox yüngüldür. Avtomobil səssiz işləyir, çünki hal-hazırda daxili yanma mühərriki çalışmır. Bu avtomobillərdə bir xüsusiyyəti də deyim sizə ki, təkərlərə birbaşa daxili yanma mühərriki yox, elektrik mühərriki qoşuludur. Bu bildiyiniz Li-7-lərdə, Li-9-larda, yəni bu daha yaxşı sayılır. Həm yerindən sürətlənmədə,
həm avtomobilin dözümlülüyündə, yəni daxiliyamı mühərrikinin ömrü uzun olur bu zaman. Çünki yük az düşür. Bəs sual olunacaq ki, daxiliyamı mühərriki nəyə lazımdır bu avtomobillərdə? Daxiliyamı mühərrikini birbaşa powerbank kimi düşünün. Yəni yalnız və yalnız çalışır batareyaları şarj etmək üçün. Vəssalam. İstər Q07-də, istər Dipal S7-də. Hər ikisində bu şəkildədir. İndi isə biz yerindən sürətlənmə edəcəyik. Baxaq, özünü necə göstərir bu orta ölçülü crossover. 3, 2, 1. Yaxşı. Yaxşıdır sürətlənmə. Sürətlənmə çox yaxşıdır. Belə fantastik bir şey görmədim ona görə, amma sürətlənmə çox yaxşıdır. Əyləc də yaxşıdır. İndi isə dairə vuracaq. McPherson çox praktik və ideal askı sistemidir də bu crossoverlər üçün. Yəni idealdır. Dairə çox əladır. Avtomobil 1 qram da olsa sürüşmür. Kuzov normadan artıq əyilmir. Ələxüsus da arxa multilinkdir və bu da tam olaraq təhlükəsiz sürüşü təmin edir avtomobildə. İdealdır. Mən bəyəndim. Çox rahat idarə olunur bu avtomobil. Çox yüngül. Yorulmayacaqsınız bu avtomobili idarə eləyəndə. Gözəldir. Keçək indi Dipal 285 IDS SE modelinə, yəni ən full komplektasiyanın sürüş testinə. Mən onu çox sevmişəm. Onu sürmək mənə çox maraqlı gəlir. Həyəcanlanıram. Getdik. İndi həyəcanlandığım Dipalı sürməyə. Onun həm interyerini, həm eksteryerini daha çox bəyəndim mən. Eksteryer bəyənməmək kimi bir seçimimiz yoxdur. Urusun önüdür demək olar ki. Nə deyib bəyənməyəcəksən? Telefon avtomatik gedir, simsiz şarja. Vəssalam. Və indi isə biz bəli, hər iki avtomobildə sürətlər qutusu əldə yerləşib. Bu həqiqətən də artıq zaman-zaman öyrəşdiyim bir məsələdir. Bəli, qapılar, qapı dəstəkləri qayıtdı öz yerinə. Birinci verdiyi hiss nə idi bilirsiniz mənə? Avtomobil sanki daha kipdir. Belə bir hiss verir adama bu avtomobil. Darıxmırsan da. Senin avtomobilində darıxmırsan. Sükan sport rejiminə qoyulub deyə bir qədər ağırdır. Elə düşünürəm ki, bu avtomobili də elə sport rejimində sükanla sürmək lazımdır. Çünki avtomobilin dizaynı da, aerodinamikası da bundan xəbər verir. Test edəcəyik. Yerindən sürətlənmə, qəfil əyləc və dairə. Baxaq Dipal özünü necə göstərir. Dipalın yerindən sürətlənmə testi. 3, 2, 1. Yox. Yəni bundan da gözlədiyimi ala bilmədim açığını desəm. Yaxşı deyə, əladır, sürətlidir, gözəl, amma yerindən götürmək yəni gözləmirdim belə. Məsələn, Dongfeng Yipai 007 daha gözəl yerindən götürürdü, daha sürətli idi. Yerindən götürmə lap da o deyil yəni. Dizayn əla, salon əla, amma yəni okey, yaxşıdır, əladır yerindən sürətlənmə, amma özünə görə, o dilinə görə dilçəyi yoxdur, onu demək istəyirəm yəni. İndi isə tormuz çox rahat, çox gözəl, çox komfortlu. Əyləc Q-yan Q07-dən daha komfortlu və daha yaxşıdır. Hətta
Operatorumuz Ülvi də belə işarə elədi ki, bu çox komfortlu dayandıq. Əyləc əla idi. Həqiqətən digər avtomobildən daha yaxşıdır. İndi isə keçirik dairəyə və mən düşünürəm ki, dairə Göyyandan daha yaxşı olacaq, daha komfortlu olacaq. Niyə? Çünki bu daha kompaktdır. Ona görə. Amma deyim ki, sürətə daha dinamikdir bu. Sürətə daha tez reaksiya verir. Qaz pedalına daha çox reaksiya verir. Nəinki Göyyan Q07. Yəni bu odur. Bu elə hər ikisi ilə müqayisədə kimlər üçündür deyim sizə. Göyyan Q07 böyük ailələr üçündür. Daima avtomobilində 2-3 nəfərlə olan insanlar üçündür, böyük ailələr üçündür. Amma siz subaysınızsa, maksimum avtomobildə 2 nəfərdirsə, ailəniz balacadırsa, Dipalın dizaynı, Dipalın idarə etməsi daha gözəldir. Yəni, o böyüklükdə avtomobilə heç ehtiyac da yoxdur. Sürətlənmə də əla idi. Gözəl. Amma sürüşdə daha çox Dipalı bəyəndim. İstər əyləc, istərsə də dairədə özünü daha yaxşı apardım. Belə, sürüş testlərimiz də bitdi. Hər iki avtomobili bizə Auto Family avtomobil salonu təqdim eləyib. Bu avtomobillərdən onlarda çoxdur. Yaxınlaşıb ən full komplektasiya, gördüyünüz kimi ən full komplektasiyalardır. Yaxınlaşıb əldə edə bilərsiniz. Əgər xüsusi sifariş istəyirsinizsə, bunu da yerinə yetirirlər. İstənilən komplektasiyada sizin üçün Çin avtomobillərini gətirə bilirlər. Özü də nə az nə çox 30-55 gün ərzində. Auto Family, təşəkkürlər. Bugündən etibarən verilişin sonunda məni hansı avtomobilə söykənən yerdə görsəniz, bilin ki, müqayisə əsasında mən, Marat Namazov, məhz o avtomobili bəyənmişəm. Bu günləri hər iki avtomobili müqayisə etdik. Göyyan Q07-ni və Dipal S7-ni. Hər ikisi full komplektasiya idi. Texniki tərəflərinin hər şeyini sizin üçün izah etdim. Mən avtomobili seçdim. Siz hansını seçəcəksiniz, sizə hansı uyğundur, artıq verilişin sonudur və siz bilirsiniz. Mən Marat Namazov, Start Stop verilişinin stop düyməsini sıxıram.